İnsanın 9-cu sinif bölmə 1 ilk dərsimiz. İnsanın sümük və əzələ sistemləri. İlk dərsimizdə baxırıq ki, biz insan sümük və əzələ sistemlərinin sümüklərin quruluşunu öyrənəcəyik və bölmə 1-də insanın sümük və əzələ sistemlərindən bəhs olunacaq. Mövzumuz bölmə 1 haqqında ümumi məlumat verim. Deməli, insanın sümük və əzələ sistemi bədənə dayaq olur. Bədənin dayaq sistemini təşkil edir. Sümük və əzələ sistemi. Sümük sistemi və əzələ sistemi ikisi birlikdə bədəndə dayaq rolunu oynayır və hərəkəti təmin edir. Bu orqanlar, məsələn, sümük sistemini nəzərdə tutub deyirəmsə, müəyyən bir daxili orqanları qoruyur. Sümük sistemi sümüklərdən, qığırdaqlardan, bağlardan və vətərlərdən ibarətdir. Onların hər birinin özünə məxsus funksiyası var. İstər bağların, istər vətərlərin, istər qığırdaqların. Yəni, hər birinin özünə məxsus funksiyaları var. İnsanın skeletinə, baxırıq burada skeleti, deməli, insan skeletinə aiddir kəllə, gövdə və ətrafların skeletindən ibarətdir. İndi bunu növbət dərsdə daha geniş izah edəcəm. Amma burada ümumi şəkildə sxem olaraq verilənləri deyirəm hələ ki. Əzələlər özləri, əzələ hüceyrələri yığılmaq qabiliyyətinə malikdir və yığılmağının hesabına da müəyyən bir hərəkətlər həyata keçir. Məsələn, biz qolumuzu bükəndə əzələlər, müəyyən əzələ qrupları yığılır, müəyyən əzələ qrupları isə açılır. İnsanda 3 növ əzələ toxuması var. Enlə zolaqlı skelet əzələsi, saya əzələsi və ürək əzələsi vardır. Skelet əzələlərinin də işi iradə olur. Nə deməkdir bu iradə? Yəni bizdən asılıdır. Saya və ürək əzələlərinin işi isə qeyri-iradədir. Bu bölmə üzrə ümumi izahdır. Növbət dərsdə isə bunu daha aydın izahını verəcəm. Və insanda başın əzələləri var, gövdənin əzələləri var, yuxarı və aşağı ətraf əzələləri vardır ki, bunlar da özü yerləşdiyi yerinə görə qruplaşır. Burada qısa bir məlumat var idi ki, bütün boğmayaqlılar və mollyuskların əksəriyyəti xarici skeletə malikdir. Bəli, biz 7-ci sinif dərsliyin keçəndə bu haqda müəyyən qədər məlumat almışıq ki, bəli, boğmayaqlılar da, mollyusklar da, onlarda xarici skeletə rast gəlinir. Yəni, xitin örtü nəzərdə tutulub burada. Onurğalılarda isə daxili skelet olur. Yadınızdadırsa, əgər mən demişdim ki, daxili skelet olaraq sümük sözü ilə yadınızda saxlayın. Daxili skelet o deməkdir. Bəzi heyvanlarda, məsələn, meduzalarda isə ümumiyyətlə nə xarici skelet var, nə də daxili skelet var. Yəni, onlarda xitin örtüyə də heç rast gəlinmir. Skeletin nə kimi əhəmiyyəti var? Gəlin bu sualları cavablandıraq. Əlbəttə, dərsi ilk başlayanda da demişdim ki, skelet bədəndə dayaq rolunu oynayır və orqanların müdafiə olunmasında ən başlıca rolu var. Eləcə də orqanizmin, bədənin hərəkətini təmin edir əzələ ilə birlikdə. Amma skelet özünün nə kimi rolu var? Orqanları qoruyur, daxili orqanları qoruyur. Skeletə malik bütün canlılarda sümük olurmu? Skeletə malik, bəli, əgər daxili skeletdən söhbət gedirsə, bəli, daxili skeletə malik bütün canlılarda sümük olur. Əzələlər skeletə necə birləşir? Müəyyən hər əzələnin özünün müəyyən bir, məsələn, tutaq ki, üzdə yerləşən və yaxud da bədənin digər hissələrində yerləşən əzələlər vətərlərlə birləşir sümüyə. Skelet deyəndə sümüyü nəzərdə tuturuq, vətərlərlə birləşir, sonra bağlarla birləşir. Yəni, baxır harada. Bölmədə nəyə öyrənəcəyik? Sümük və əzələ sistemləri bədənin dayaq və hərəkətini təmin edir, daxili orqanları qoruyur. Bunları mən izah eləmişdim. Və sümüklər birləşdirici toxumanın bir növü olan sümük toxumasından təşkil olunmuşdur. Onlar da formasına görə, quruluşuna görə, ölçülərinə görə bir-birindən fərqlənib növlərə bölünür. Növləri də uzun, qısa, yastı və qarşı olur. Bu sümük növləridir. Sonra burada qeyd olunub ki, insan skeleti kəllə, gövdə və ətrafların skeletindən ibarətdir. Bunu da bayaq dedim. İnsan skeletində sümüklər bir-biri ilə bəli 3 formada birləşib. Birləşmə formaları hərəkətsiz, yarım hərəkətli və hərəkətli birləşmələrdir. Biz bunu növbət dərslərdə daha geniş ətraflı öyrənəcəyik. Burada isə bölmə üzrə qısa məlumatlardır. İnsanda əzələ toxumasının 3 növü var. Enlə zolaqlı skelet, ürək əzələsi, bir də saya əzələsi. Və skelet əzələlərinin işi iradə. Skelet əzələsinin işi deyəndə enlə zolaqlı əzələlər nəzərdə tutulur.
Sayar və ürək əzələsinin işi isə iradi olur, qeyri-iradi olur. Yəni bizdən asılı deyil. Skalyozdur, patoloji kifozdur və patoloji lordoz, onurğa sütununun qeyri-normal əyriliklərdir. Artrit xəstəliyi adıdır. Oynaqlarda baş verən iltihabi xəstəlikdir. Osteoporoz sümük toxumasında zülal və mineral maddələrin çatışmazlığı nəticəsində yaranan xəstəliklərdir. Yəni artritdir, osteoporozdur. Bunlar xəstəlik adlardır. Yəni bu bölmədə biz öyrənəcəyik. Qısa-qısa burada özündən yəni ifadə elədim oradakı məlumatları. Amma növbəti dərsdə bunları daha aydın öyrənəcəyik. İlk dərsimiz insanın sümük və əzələ sistemləri və sümüklərin quruluşu mövzusudur. Burada birinci şəkildə insanın skeleti təsvir olunub, yəni sümük sistemi təsvir olunub, digərində isə əzələ sistemi təsvir olunub. Gördüyünüz kimi sümük sisteminin üzərində əzələ sistemi olur. İkisi birlikdə, yəni sümük və əzələ sistemləri ikisi birlikdə dayaq hərəkət aparatını formalaşdırır. Sümüklər və onların birləşmələri isə pasiv dayaq hərəkət sisteminin aparatının pasiv hissəsidir. Əzəlləri isə aktiv hissəsidir. Burada sual verib ki, sizcə skelet insan orqanizmində hansı funksiyaları icra edir? Sümüklər əzəllərin köməyi olmadan hərəkət edə bilərmi? Skelet biyaqlarda bunu demişdim, təkrar edirəm. Skelet ümumiyyətlə ilk əvvəldən başlayandan deyirik ki, insanın dayaq hərəkət aparatıdır. İnsanın dayağını təşkil edir. Daxili orqanlarımızı müdafiə edir, qoruyur xarici təsirlərdən. Yəni əsas funksiyası dayaq hərəkətdir və müdafiədir. Sırf skeleti deyiriksə əgər, yəni sümük sistemi nəzərdə tutulursa, insanın daxili orqanlarının qorunmasındadır başlıca rolu. Sümüklər əzəllərin köməyi olmadan hərəkət edə bilərmi? Xeyr. Sümükləri hərəkət etdirən məhz əzəllərdir ki, əzəllərin yığılması və yaxud açılması hesabına o sümüklər dartınır və biz hərəkət edirik. Dayaq hərəkət aparatının əhəmiyyəti nədir? Baxırıq ki, bayaqdan qeyd eləmişəm ki, dayaq hərəkət aparatı bizdə hərəkətin rol oynanmasında başlıca rol oynayır. Əlbəttə bu əzələrin köməyi ilə baş verir. İlk öncə dayağını təşkil edir, onu bayaq vurğulamışdım və ona forma verir. Yəni bədənin, insan orqanizminin formasının məhz dayaq hərəkət aparatı rol oynayır. Əzəllərlə birlikdə onlar hərəkət funksiyasını yerinə yetirirlər və müxtəlif həyati prosesləri icra edirlər. Məsələn, biz hərəkət sayəsində bizdə iş qabiliyyətimiz olur. Biz hərəkət sayəsində sağlamlığımızı müdafiə edirik. İnsan var ki, sırf onun hərəkəti nəticəsində yəni müəyyən bir işi formalaşır. Amma sümüklərin özün deyəndə, sümüklər özləri qan yaradıcı funksiya var. Bu da ki, həyat üçün vacib olan bir funksiyadır. Sonra metabolik funksiya var. Üzvü və qeyri-üzvü maddələri toplayır sümüklər özlərində. Bu özü vacib olan funksiyalardan biridir. Yəni sümüklərin kimyəvi tərkibini araşdırsaq, bilirik ki, sümüklərdə mineral maddələr vardır. Hansı ki, o mineral maddələr əsasən kalsium fosfatdan ibarətdir. Üzvü maddələr də vardır. Üzvü maddələr isə sümüklərə elastiklik xüsusiyyəti verir. Sümük toxumasının quruluşu və kimyəvi tərkibi. Bu dərsdə daha yəni bu mövzuda danışacağıq. Sümüklər birləşdirici toxumanın bir növüdür. Buna da deyirlər sümük toxuması. Birləşdirici toxumanın bir neçə növləri var. Məsələn, qan, limfa, sümük, hüceyrəsi mayi. Bunlar hamısı deməli birləşdirici toxumanın növləridir. Sümüklər də məhz elə birləşdirici toxumanın bir növüdür. Buna da sümük toxuması deyirlər. Deməli, bu toxumanın təxminən 1/3 hissəsi sümük hüceyrələrindən təşkil olunub. Müxtəlif sümük hüceyrələrindən təşkil olunub. 2/3 hissəsi isə hüceyrəsi maddədən ibarətdir. Sümük toxumasının əsas hüceyrələri isə osteositlərdir. Burada osteositlərin şəkli verilib. Baxın, osteositlərin şəkli verilib burada. Əsas hissəsi, sümük toxumasının əsas hissəsi osteositlərdir.
Bunları sümük hüceyrələri deyirlər. Bu hüceyrələr canlıdır. Baxın, çıxıntılara malikdir. Həmin o çıxıntılar hesabına bir-biri ilə əlaqələndirilib. Sümük toxumasında da əksər toxumalar kimi sinirlərlə, qan damarları ilə əlaqələnib. Hansı ki, həmin o sinirlərlə onlara müəyyən siqnallar gəlir. Qan damarları vasitəsilə onlar qidalanmanı həyata keçirir. Həmin o sümük toxumasının kanalcıqlarında olan qan damarları vasitəsilə. Burada da baxırıq şəklə. Sümük toxumasının burada enli kəsilmiş formada şəkli var. Qan damarlarıdır, sinirlərdir, sarı rəngdə olan, qırmızı və göy rəngdə olan qan damarlardır. Burada isə digər tərəfdə isə hüceyrəsi maddə və osteositlərin bayaq göstərmişdim şəkli var. Sonra sümük toxumasının tərkibinin haqqında bayaqları qısa da olsa dedim. Üzv və qeyri-üzv maddələr, hansı ki üzv maddələr osein tərkiblidir. Osein adlanır və onlar elastik xassəyə malik olub sümüyə elastiklik verir. Üzv maddələr. Qeyri-üzv maddələr isə sümüyə sərtlik verir və kalsium fosfatdan ibarətdir. İnsanın yaşı artdıqca sümükdə nisbət dəyişir. Yəni bunların üzv və qeyri-üzv maddələrin nisbəti dəyişir. Belə ki, üzv maddələrin miqdarı azalır, qeyri-üzv maddələrin miqdarı isə artır. Məsələn, yaşlı adamın sümükləri sınanda onun sağalma ehtimalı çox az olur, bəzən isə olmur. Amma uşaq ikən sümük sınanda onda üzv maddələr bol olduğuna görə onda sağalma ehtimalı, bərpa olma ehtimalı daha çoxdur. Bu da əlbəttə ki, dediyim kimi tərkibində üzv və qeyri-üzv maddələrin miqdarına görədir. Sonra buradan fəaliyyətdə təsvir olunub ki, sümükdən mineral maddələrin çıxarılması nəticəsində elastikliyin dəyişməsinin misal göstəriblər. 10% xlor turşusu məhlulu götürüblər, bir ədəd toyuq sümüyü, tibbi maska, pinset və burada işin gedişatı necədir? Həmin o 10% xlor turşusuna deməli toyuq sümüyü, məsələn but sümüyü salınıb, orada turşuda üzv maddə, daha doğrusu mineral maddə həll olub və mineral maddənin həll olması nəticəsində sümüyün tərkibində mineral maddə çıxarılıb. Yəni sümüyün sərtliyi itib. Tərkibində qalıb nə? Üzv maddə. Sonra isə o gördüyünüz kimi elastik vəziyyətinə salınıb və rahatlıqla əyilə bilib sümüyün sərtliyi itib. Hardasa 24 saat gözlədikdən sonra bu baş verib. Yəni bu müşahidəni aparmaq olar. Çünki turşuda mineral maddə həll oldu. Həll olduğuna görə də sümüyün tərkibində, burada da gördüyünüz kimi elastik vəziyyətinə salınıb, sümüyün tərkibində yalnız üzv maddə qalıb. Sümüklərin quruluşuna baxaq. Sümüklər xaricdən sərt maddədən təşkil olunmuşdur. Daxildən isə süngəri maddədir. Baxın, bu sərt maddə göstəriblər burada. Bir də süngəri maddə daxili göstəriblər. Lap daxildən isə sümük ili gedir. Orta hissəsində sümüklərin sarı sümüyü olur. Başçıq hissələrində isə qırmızı sümük iliyi olur. Sümüklərin üzəri həmin o sərt maddə dediyimiz üzəri xaricdən sıx lifli birləşdirici toxumadan olan sümüksülüyü ilə örtülür və sümüksülüyünün də bir sıra funksiyaları vardır ki, o da sümük hüceyrələrində müdafiə, sümüyün eninə bölünməsi, qidalanma kimi funksiyaları yerinə yetirir. Süngəri maddəsi isə burada da qeyd olunub, qan yaradıcı funksiya yerinə yetirir və qırmızı sümük iliyinin tərkibində olur, yerləşir yəni. Sümüklər uzunluğa böyüyür, eninə böyüyür. Belə deyim də, eninə böyüməsin, onun sümük üslüyü həyata keçirir. Sümük üslüyündə olan, daxili tərəfində olan hüceyrələrin bölünüb çoxalması hesabına eninə böyüyür. Uzunluğa böyüməsi isə onun ucunda, onların uclarında yerləşən qığırdaq təbəqəsi vardır ki, uzunluğa böyüməsi məhz həmin o qığırdaq təbəqənin hesabına həyata keçir. Sümüklər növləri.
Ölçülərinə və formalarına görə sümüklər müəyyən bir qrup halında qruplaşdırılıb. 4 qrupa bölünür. Onlara uzun sümüklər, qısa sümüklər, yastı sümüklər, bir də qarışıq sümüklər aiddir. Uzun sümüklər haqqında danışım. Deməli, uzun sümüklər, bunları uzun borlu sümüklər də deyirlər. Bunlar möhkəm olur, yüngül olur. Onların uc hissəsi qalınlaşır, başçıq formasını alır. Orta hissəsində isə pi toxuması ilə zəngin sarı sümük yerləşir. Bunlara hansı sümüklər aiddir? Deməli, bazu, bud, dirsək, mil, qamış, incik bu sümüklər uzun borlu sümüklərdir. Bir daha deyirəm. Bazu, dirsək, mil, bud, qamış və incik sümükləri deməli uzun sümüklərdir. Qısa sümüklər, onlar qısa formada olur. Elə formasına görə də onlara qısa sümüklər deyirlər. Bir də onlar özləri də süngər və qısa borlu olur. Yəni borlu sümüklərin də qısası olur, süngər sümüklərin də qısa forması olur. Qısa süngər sümüklərinə əl darağı arxası və ayaq darağı arxası misalını göstərmək olar. Məsələn, bunları yəni barmaq falanqaları, sonra əl-ayaq daraqlarını misal göstərmək olar. Qısa süngər sümüklərinə isə bilək sümüklərin məsələn deyə bilərik qısa süngərinə. Sonra ayaq darağı arxası sümüklərini deyə bilərik bunlara. Deməli, qısa süngəri sümüklərə, qısa süngəri sümüklərə, əl darağı arxası və ayaq darağı arxası sümükləri qısa süngəriyə. Buna yəni bilək və ayaq darağı arxası sümükləri, qısa borlu sümüklərə isə barmaq falanqaların, bir də əl-ayaq daraqların misal göstərə bilərik. Sonra yastı sümüklər. Yastı sümüklər əsasən bədəndə olan boşluqların yaranmasında, formalaşmasında iştirak edir və müdafiə funksiyasını yerinə yetirir. Həm də dayaq funksiyasını deyə bilərik. Onların əsası süngəri sümüklərdən yaranıb və bunlara hansılara aiddir yastı sümüklərə? Deməli, kəllə qapağı sümükləridir. Sonra alın sümüyüdür, təpə sümüyüdür, kürək sümüyüdür, çanaq sümüyü, döş sümüyü, qabırğalar, bunlar yastı sümüklərə aiddir. Bir daha deyirəm, kəllə qapağı sümükləri, alın sümüyü, təpə sümüyü, kürək sümüyü, çanaq, döş sümüyü və qabırğalar yastı sümüklərə aiddir. Qarışıq sümüklər bir neçə sümüyün xüsusiyyətini daşıdığına görə onlara qarışıq sümüklər deyilir. Qarışıq sümüklərə də aiddir. Körpücük sümüklər, sümükləri, fəqərələr, kəllə əsası və üst skeletli sümükləri aiddir. Yetkin insanın bədənində isə təxminən 220 dənə 200 əvvəl 20 deyilirdi. İndi isə 206 rəqəmin deyəcəm. 206 sümükdən ibarətdir. Yəni ildən ilə yeni anlayışlar, yeni məlumatlar olurdu ya, bu rəqəmlər dəyişilə bilir. Sonra burada sümüklərin birləşməsini isə növbəti dərslərdə, yəni proqram üzrə izah edəcəm. Hələlik bu qədər. Öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın mövzusuna baxırsınız. Oradakı da çalışmaları tətbiq edirsiniz.